Ve bu siz Rauf Arifoğlu hakkında dediniz ki de qarşı mətbuatda hücuma Kim? keçib. Rauf Arifoğlu. Bəli, Rauf Arifoğlu'nun qəzeti çıxır da, yəni Musavat qəzeti. bəli. Musavat qəzeti indiyə qədər, yəni mən bildiyimə qədər 120 min səhv eləmirəmsə, hər iləmi yoxsa İldə. ildə Hə, 120 pul min alırdı. dövlət. Yəni o Ramiz Rəsmi Mehdiyevin, açıq. bəli, Ramiz Mehdiyev ona icazə verməsi də o pul ala bilərdimi? Əlbəttə, bu Mümkün kimdən deyil. Yəni Əli Həsənov orada iştirak Onu edir. kim deyir? Neçə də ev verdilər, Musavata, nə verdilər. Hətta medal da taxıldı. Bəli. Və bu Ramiz Mehdiyev əgər icazə verməsəydi, Rauf Arifoğlu'na, yəni onların əlaqəsi, münasibəti olmasaydı, o qədər pulu verilə bilərdimi? Yoxsa onun yaxasına medal asıla bilərdimi? Yoxsa da necə deyirlər, hər şeydən də istifadə edib yararlanıb. İndi bu maraqlıdır da, məsələn, Əli Kərimliyə qarşı ən çox da təbliğat aparan Rauf Arifoğlu'dur, Musavat qəzeti. Yəni burada da bir sual olur. Ramiz Mehdiyevin vaxtında hamıdan çox maliyyələşən, hər cür dəstək verilən, inkişaf etdirilən, məsələn bizim qəzet Musavatdan çox çıxdı, 35 min tiraj. Ramiz Mehdiyevin göstərişi ilə bütün satışı qadağan oldu, qəzetin tiraj gəldi 3 minə, düzdürmü? Bəli. Sonra Musavat 10 mindən yuxarı qalxmayıb. Amma Ramiz Mehdiyevin vaxtında milyonlarla datar çalıb hökumətdən. Bu da bir başqa sualdır. İndi sual olunur ki, Ramiz Mehdiyevin vaxtında sən bu qədər bəri indi Əli Kərimliyə də gecə-gündüz istihdam edir. Ona görə mən nə demək istəyirəm? Bu proses mürəkkəb bir proses. Burada bəzi Rusiya işləyən, mən demirəm ha, Rauf Arifoğlu Rusiya, amma Rusiya ciddi işləyən adamlar ola bilsin ki, buradan qəhrəman kimi çıxacaq. Xalq da elə biləcək ki, Rusiyaya qarşı mübarizənin başında durdu. Halbuki o Rusiyanın elə buradakı əsas adamlarından biri olur. Çox mürəkkəb bir prosesdir. Burada ağı qaradan seçmək bir asanlığıyla deyil. Ona görə də tələsmək lazım deyil. Mətbuatda gedən hər bir məlumata fikir vermək lazım deyil. Mənim gəldiyim qənaət, hələ mənim bir üçüncü variantım da var ki, bu indi başladan bu hadisələr əslində baxsan, Azərbaycanda başqa bir hadisədən diqqəti yayındırmaq məqsədi ilə aparılır ya yox, başqa bir hadisə ilə bağlı, bizi qarşılayacaq bir hadisə ilə bağlı. Məsələn, Lori dildə desək, ölkədə ola bilərmi ki, elə bir ciddi iqtisadi problemlər olsun, siyasi problemlər olsun ki, tutaq ki, ictimaiyyətin diqqətini ona yayındırmaq və yaxud da reaksiyasını kütləşdirmək məqsədi ilə profilaktik bir tədbir kimi atıla bilər. Yəni, mən bir siyasətçi kimi 50 cürə burada təhlil aparıram. Başqaları kimi elə bir dənə mətbuatdan bu söz çıxdı, dərhal demirəm ki, bu belədir. Hər halda mənə elə gəlir ki, konstitusiya və qanun gözlənməlidir. Burada neçə ki, adamın haqqında məhkəmə hökmü yoxdur. Nə Ramiz Mehdiyevə, nə Əli Kərimliyə, nə də kiməsə də dövlət şeydə cinayət etmiş bir adam kimi baxmaq olmaz. 69-cu maddənin konstitusiya tələbinə uyğun. Günahsızlıq prezumpsiyası var, məhkəmə qərarı yoxsa heç kəs ona cinayətkar adlandıra bilməz. Bəli. Bəy, bu ziyalılar forumu ilə bağlı sual vermək istəyirəm. Yəni, ziyalılar forumu mənim yadımdadır, sizdən bir neçə dəfə getmişik, siz dediniz ki, gedək. Bunların içərisində həqiqi mənada ziyalılıq, Azərbaycanı sevərli insanlar var idi, alimlər var idi həqiqi mənada. O birdən-birə necə Milli Şuraya çevrildi, necə... Əvvəl o Milli Şuraya çevrilmədi. Bu ziyalı, bilirsiniz, o Demokratik Ziyalılar Forumunun Aslan İsmail bəy təşəbbüskarı mənəm. Mən bilmirdim odur. Və bu Ziyalılar Forumu yaranandan Azərbaycan tarixində bu qədər sürətlə məşhurlaşan, bu qədər sürətlə ölkə ictimai diqqətində ikinci bir təşkilat olmuyor. O vaxtda mən dedim ki, ola bilməz bu sürətlə bu təşkilat, orada neyinlə adicə təhsil məsələsi müzakirə edirlər, mədəniyyət, dil məsələsi və s. Bunlar çox ciddi məsələlər. Amma xalq arasında hamının diqqəti o Ziyalılar İttifaqına yönəldi. Qısa bir cəmisi 2-3 ay ərzində Demokratik Ziyalılar İttifaqı Azərbaycanda bütün siyasi partiyalardan böyük bir nüfuz sahibi oldu. Onda mən dedim ki, bu qədər nüfuz qazanırsa, bu təşkilat sürünün sürətləri 90% sürünürsə, onda bundan nəsə istifadə olunacaqdır. Kimsə bundan istifadə. Doğrudan da bir müddət keçdi. Bilirsiniz, o vaxtı niyə Rüstəm İbrahim bu məsələ çıxdı ortalığa? Azərbaycan müxalifəti bir-birinə güzəşdə getmirdi. Yəni, nə İsa Qəmbəri hamı müdafiə edirdi, nə Əli Kərimlinin, nə Etibar Məmmədov, nə Rəsul Qulliyevin, nə Laşır Şövkəti. Onda belə bir fikir çıxdı. Onda bir dənə bəzi ölkələrdə də bu təcrübə həyata keçirilmişdi. Məsələn, Türkiyədə ən çox Türkiyənin variantı Sezar ki, gəldi. Sezar kimi deyək, partiya üzvü zad deyildi. Prezident. Tamam kənardan bir adam idi. Dedilər ki, bu Sezar variantını Azərbaycanda eləyək. Yəni, bir dənə
bir tərəf bir adamın namizədliyi müdafiə. Bəli. Prezident olarsa bir 3 il, 2 il prezident ölkədə stabil yarandan sonra təzədən normal prezident seçkilə keçsin və siyasi liderlər namizədliyi irəli sürsünlər. Onda da dedilər ki, kim olmalıdır? Birdən-birə halbuki ona qədər Ziyalılar İttifaqı qətiyyən siyasi prosesdə iştirak etməyəcəyinə bağlı bəyanat vermiş. Bəli. Rüstəm İbrahimov məsələn çıxdı dedi ki, mən Azərbaycan xalqının da müxalifətin lider olmağa hazıram, vaad limiti olmaq və dərhal da o Milli Şura yarandı və Milli Şura həmin o nədir? Rüstəm İbrahimov'u prezidentin namizədi kimi irəli. O vaxt da biz dedik ki, niyə biz daxil olmadıq? Ya dedik biz bu adam axı konstitusiya var. Konstitusiya bu adamın namizəd olmaq ixtiyarı yoxdur. 10 il Azərbaycanda yaşamalı. Digər tərəfdən Rusiyanın vətəndaşıdır və Rusiyada o kino evinin rəhbəridir. Konstitusiya yazır ki, başqa bir dövlətin qarşısında öhdəliyi olmamalı. Bunun öhdəliyi var. Və s. Amma çox maraqlıdır ki, bizim bu qədər deməklərimizə bax, bu Əli Kəmil də yuristdir. Bu bilir ki, nəyə görə o boyda xalqı bunun ətrafına yığdılar? Qabaqcadan da bilirlər ki, bunun ümumiyyətlə namizəd vermək ixtiyarı yox. Maraqlı buydu. Hətta o vaxtı Rafiq müəllimlə mən danışdım, dedim Rafiq müəllim, bizə bir ziyalı lazımdır. Rafiq müəllim Rüstəm İbrahimovla 100 dəfə o vəzifəyə layiqdir. Niyə? Həm siyasi təcrübəsi vardı, Əbdürrəhman Vəzirov vaxtında dövlət katibi olmuşdu. Həm dünyada bir nömrəli Azərbaycanda tanınan alimlər, həm də idarə etmə sahəsində də onun şeyləri də etmişlər. Mən dedim ki, bu göstəriləyə görə ən yaxşı variant özdə millətimizi sevən bir adamdır. Rafiq Əliyevi heç kim müdafiə eləmədi. Ancaq durdular Rüstəm İbrahimov. Və Rüstəm İbrahimov variantı da Rüstəm İbrahimovun özü də məlumundur ki, prezident ola bilməz şərtlərə görə. Və sonradan məlum oldu ki, Rüstəm İbrahimov həm də Milyarderlər İttifaqının üzvüdür. Hətta biz məsələ qaldıranda ki, çıxsın oradan, demişdi ki, mən Milli Şuradan çıxaram, amma Milyarderlər İttifaqı, o qəzetdə olan şeylər deyir. Milli Şuradan Milyarderlər İttifaqından çıxmaram. Və beləliklə Rüstəm İbrahimov, Demokratik Ziyalılar İttifaqı, Milli Şura və Rusiyadakı Milyarderlər İttifaqı öz simasında birləşdirdi, əlaqələndirdi. Bugün hökumət deyir, hadi Milyarderlər İttifaqı, Milli Şura. Onun yeganə vasitəçisi Rüstəm İbrahimovun eyni vaxtda Milli Şuranın sədri olması, Milyarderlər İttifaqının üzvü olması və Demokratik Ziyalılar Hərəkatının başçı olması ilə bağlı olan bir məsələ.